Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu bu yaxın vaxtlarda sizi sevindirəcəyəm. Siz hal-hazırda cəhənnəmdə yaşayırsınız. Cənnətdə yaşadacağam sizi. İlham Əliyev hal-hazırda milyonlarla Azərbaycanlıları Fransaya, Almaniyaya, İngiltərəyə, bir tikə çörək üçün Türkiyə və digər ölkələrə səpələyibdir. Ancaq dəyərli həmvətənlərim, mən ölkənin başına gələndən sonra görəcəksiniz ki, Fransızlar, Almanlar, İngilislər Azərbaycana gəlmək üçün, hələ sığınacaq almaq üçün növbəyə düzüldüyünü görəcəksiniz. Hey, bu dünyada cənnəti yaşadacağam sizə, cənnəti. Əziz həmvətənlərim, babası Əli Rza 1-ci Dünya müharibəsindən qaçdı. Babası Əli Rza, bir dizdə kisəçi, Şeyqırxan Əli Rza. Dədəsi ya dədəliyi, Heydər Əliyev 2-ci Dünya müharibəsindən qaçdı. Özü də Qarabağı döyüşlərindən qaçdı. Haradaydı? Ebru Gündeşin yanında. Hey, bir gör kimi sevirsiniz. Hə, Qarabağ aldı, o viza ilə getdiyin Qarabağı deyirsən? Hə, Qarabağ sənin üçün almadı, Qarabağı Putin üçün aldı, özü üçün aldı. Ermənilər müvəqqəti gedib gəlməsi üçün onların evini qoruyurlar. Hə. Ey, millət, zaten bir güllə atmamış onları bizə verirdilər. 4 dənə qətnamə var. Sadəcə İlham Əliyev xalqımı qırğına verdi. İndi viza ilə gedirlər. Portal nə deməkdir? Daxili viza deməkdir. Hər neysə, ay qardaş, bu dezerti ailədir, dezerti. Əli Rzası, Heydəri, İlhamı, hamısı burnu belə vətən üçün qanamayıb bunların. Bunlar dezerti nəslidir. Bəli, Paşayevlərdə, Əliyevlərdə dezerti nəslidir. Mən Qabil Türkoğlu, ay qardaşlarım, Mamurolov Qarabağ dağlarında bitəndə İlham Əliyev Ebru Gündeşin paçasının arasında bitmişdi. Mən vətənimin müdafiəsinə qalxanda, mən tankın topun üstünə baş qoyub yatanda, İlham Əliyev Ebru Gündeşin ağ baldırının üstünə baş qoyub yatırdı. Bir gör kimə səs verirsiniz, hə? Ana uşaq ölümünə görə 1-ci yerdəyik. İnfarkta görə 1-ci yerdəyik. Ən qısa ömrə görə 1-ci yerdəyik. Xərçəngə görə 1-ci yerdəyik. Bütün o pis şeylərə görə 1-ci yerdəyik. Sərhədlər bağlı, bələk pulu yiyən, kəfən pulu yiyən, uşaq pulu yiyən bir yaramaz sürtükdür. İlham Əliyev durub orada. Sürtülmüş, cibriyyətsiz, haysiyyətsiz İlham Əliyev. Ay qardaşlar, indiyə kimi siz prezident seçmişsiniz, onun atasını, babasını tanımamışsınız. Sizdən xahiş edirəm. Məni seçməsəniz də elə prezident seçin ki, onun atasının, babasının qəbrini belə tanıyırsınız. Yaxşı mı? Getdik. Sizə bir məlumat çatdıracağım. Bilirsiniz ki, bütün dünya silkələndi. Qonşu ölkələr, dünya silkələndi. Birbaşa Elgün balamızın qətlinin bütün təfərrüatlarını mən açdım, qoydum ortaya. Elə mi? Birinci, bir videoda təcə 4.200.000 adam baxır. Neredeyse Azərbaycanın 80-90%. Düzdür mü? Düzdür. Qabildən düzünə. Və bir reklamımı da deyim ki, Qabildən düzünə. Bütün manat əşkinazların üstünə Qabildən düzünə yazın. 100 əşkinazın üstünə yazan 10.000, 1000 əşkinazın üstünə yazan 100.000 mükafatlandırılacaq. Yaz, videosunu çək, ya çəkdən, ya mənim canlı yayımın yanında düz, yəni subut elə ki, haçan eləmişsən. Bunu özündə də saxla, mənə də at, arxivləşdirim və deyilən vətənlərim, mən Azərbaycana gələndə birinci sualım olacaq, məni sevirdinmi? Nə qədər manat əşkinazlarının üstünə Qabildən düzünə yazdın? Göstər mənə. Vəssalam. Getdik. Xəbərimizə baxaq, xəbərimizə. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, son dəqiqə sensasiyalı bir xəbər çatdırıram sizə. Elgün qardaşımızdan sonra Bezpan deyilən reperi tutublar. Mən onun birbaşa işgəncə otağından, əlləri, ayaqları qandallı
videosunu sizə atdım. Təzəvvür İlham Əliyev 5 nəfər işgəncəyə adam göndərir, ya İlhamın reisləri 5 nəfər işgəncə eləməyə adam göndərir. Onun biri o işgəncəni mənə atır. Təsəvvür edirsinizmi? Ay İlham Əliyev, bəzilər deyirsən bu məlumatları hardan bilirsən? Ha, sən fil qulağında yatırsan, Allah ümid etsin. Ay hökumətin yarısı bilir, gedən gedir, İlham Əliyev. Gələn gəlir, öz ləhcəsindən, öz kimliyinlə, öz vidinlə, öz stoykasından gəlir gələn. Sən nə danırsan, sən fil qulağında yatıbsan. Ay axmaq. Deyilən vətənlərim, bəziləri də cavab verirəm. Deyirlər ya, bu nə bilir bu məlumatı, orada mı olub? Mən Babəkdən danışmaq üçün 9-cu əsrdə yaşamalıydım. Ya Leninlə danışmaq üçün 18-ci əsrin axırı, 19-cu əsrin əvvəlində yaşamalıydım. Dəlisiniz siz. Deyilən vətənlərim, getdik xəbərlərimizə. Canlı yayma gəlin, dərhal YouTube kanalımız Haqsızlığa Susma. Fırtına, zəlzələ, vəlvələ. İlham Əliyevin bir neçə ay ömrü qalıb. Ömrü niyə uzandı İlham Əliyevin? Çünki Trump gəldi, oyununu çox oynadı. Narahat olmayın ama. Narahat olmayın. Trump bu dönüş etdi. Uzun zamandır qumara və narkomaniyaya qarşı mübarizə aparan, sizin hamınızın sevdiyiniz rapper Bezpan ləqəbli bloger rapper Elvin Hidayətoğlu Emin Ağalarovun hədəfinə tuş gəldi. Belə ki, bloger xalqı qumar və narkomaniyadan uzaqlaşdırmaq üçün çoxlu paylaşımlar edirdi, video çəkirdi və çox da sevilirdi Gəncə və Azərbaycanda. Bakıda, Sibrizdə qumarxana açmağa hazırlaşan İlham Əliyevin eks-damadı Emin Ağalarov Bezpan ləqəbli blogerin qumara qarşı mübarizəsini həzm edə bilmir və Vilayət Eyvazova göstəriş verir ki, bu blogeri ortadan götürün. Gəncə polisi blogerə qarşı təzyiqlər edir. Onu müxtəlif bəhanələrlə polis idarəsinə aparırlar. Bezpan ləqəbli bloger polis idarəsində telefonunu təhvil vermək məcburiyyətində qalır. Onun telefonuna Gəncənin cinayət axtarış şöbəsinin rəisi Ramin Mehdixanov Bezpanın, yəni Elvin Hidayətoğlunun reperin telefonuna baxış keçirir. Və onun telefonunda Gəncənin cinayət axtarış rəisi nə görsə yaxşıdır. Ramin Mehdixanov telefonda görür ki, Gəncənin baş polis idarəsinin rəisi General Mayor Teymur Hacıyevin həyat yoldaşı Bezpanın WhatsApp nömrəsinə dəfələrlə sevgi etirafları yazıbdır. Qadın Bezpanın idman şəkillərini, yarı çılpaq idman şəkillərini, Bezpanın belə bayavoyda bədəni var idi, Bezpanın idman şəkillərini elə Bezpanın özünə göndərirdi. Yəni Google-da var da, baxa bilərsiniz. O şəkilləri özünə atır Bezpana. Və səni çox bəyənirəm Elvin. Bu kimi səslər atır, bu kimi yazılar yazır. Səninlə dünya evinə girmək istəyirəm. Ərim petidir, peti ərimdə durmur deyir. Yəni baş polis idarəsinin rəisi General Mayor Teymur Hacıyev də durmur. Lakin bloger müxalif fikirli, açıq sözlü adam Elvin Hidayətoğlu qadına heç bir cavab vermir. Heç bilmir bu polis rəisinin arvadıdır. Baş polis idarəsinin rəisinin arvadı olduğunu belə bilmir. Lakin dəyərli vətənlərim, görün nələr baş verir. Bu yazışmaları görən cinayət axtarışın rəisi generala, birbaşa baş polis idarəsinin rəisinə yazışmaları göstərir. General Mayor Gəncənin baş polis idarəsinin rəisi bundan qəzəblənib, hətta evinə gedir və öz arvadının telefonunu əlindən alır, baxır ki, çox saylı şəkillər göndərib, çox saylı mesajlar yazıbdı Bezpana. General da prinsipə düşərək blogeri şərləyib, həbs elətdirib və bütün Daxili İşlər Nazirliyinə, dəyərli vətənlərim, rəhbərlikdə hamı artıq, Daxili İşlər Nazirinin rəhbərliyində hamı artıq bilir ki, Gəncənin baş polis idarəsinin rəisinin arvadı blogerə göz tikibmiş. Arvadına sahib çıxmayan adam General Mayor arvadını yox,
arvadını cəzalandırmaq əvəzinə bloger Bezpanı cəzalandırır. Buna görə də bloger Bezpan həbsdədir və onun işgəncə otağından belə mən şəklini paylaşmışam. Yəqin dostlarımız TikToker onu qabağa qoyub belə paylaşacaqlar. Görün ha, nələr çıxdı ortaya. Gəlin canlı yayıma, başqa dəhşət xəbərlərimlə sizi dəhşətə düşürüm. Gəlin.